Rufik, təbrik edirəm səni, brat. Sənə uzun ömür, can sağlığı arzu edirəm. Özün bilirsən ki, sən xətrinə qədər hamı istəyir. Hamı istəyənlərin də simasında mən öz təbrikimi qeyd eləmək istəyirəm. Sən mənim həyatımda ayrı bir dəyər verdiyim qardaşlardansan. Sənə uzun ömür, can sağlığı, çoxlu pul. Sonra nə deyim? Gəlmişə deyərsən ki, pulum var eləyirəm də. Öpürəm səni, bro. Təbrik edirəm. Rüfət, əziz qardaşımız, əziz dostumuz, səni ürəkdən təbrik edirəm. Sənə həyatda ən əsası can sağlığı arzulayıram. Çünki can sağlığı olarsa, qalan hər şeyin öhdəsinə sən layiqincə gələrsən. Təbrik edirəm. Mio caro zio Rufat, buon compleanno. Voglio che ti sai, che ti amiamo tutto. İndi keçin keçlərli təbrikinə. Biz sizi çox istəyirik doğrudan da. Ad gününüz mübarək. Neçə belə illərə. Rüfət əmi, ad günün mübarək. Səni çox istəyirəm. Bratelnik, təbrik edirəm səni. Allah sənə əsas can sağlığı versin. Sənin kimi sadiq, mehriban və dürüst dost bizim üçün xoşbəxtlikdir. Дай Bog tez здоровья, öpürəm səni. Ad gün mübarək abi. Tebrik ederim Aligar. 100 yaşayasın. Happy birthday Rüfət əmi, you're the best uncle I've ever seen. Ad günü mübarək Rüfət əmi, səni çox sevirəm. Ad günü mübarək olsun. Ata, sənə çoxlam 100 yaşa, sağlam ol. Папочка, ты наша опора и гордость. Пусть в жизни будет много успехов, радости, счастливых мгновений. Люблю тебя. Пусть этот лет тебе приносит много денег и здоровья. С днем рождения еще раз. Целую. Ad günün mübarək əzizim. 100 yaşayasan, sağlam olasan, həmişə yanımızda olasan, yaxşı ki varsan, yaxşı ki həyatımdasan. Neçə belə gözəl illərin olsun. Səni təbrik edirəm. Sənə can sağlığı arzulayıram. Sənin o balaca qızın, böyük qızın xoşbəxt olsunlar. Oyun olsun, olan toyu mən görüm. Mən. Əziz qardaşım, ad günün mübarək olsun. Дорогой мой Руфик, сегодня твой день рождения, тебе исполняется 47 лет. 47 лет – это уже зрелый, сильный, мудрый мужчина. Но для меня ты все равно останешься тем маленьким Руфатиком, которого я в больнице Азибека первый раз взяла на руки. Я хорошо помню этот день, это мгновение. У тебя были большие глаза, которых я очень боялась. Как будто бы я утопала в этих глазах. Большие глаза были у тебя. В этот день я желаю тебе, самое главное, крепкого здоровья, успеха в работе,